Bloger olmağın mənfi cəhətləri. Hər zaman içinizdə qorxu olacaq ki, bu gün sizi izlədiyi kütlə sabah sizdən bezəcək. Durmadan baxışlara görə narahatsınız. Hər gün izləyicilərin marağını saxlamaq çalışırsınız. Baxışlar düşəndə isə çox pis olursunuz. Bu gün sizi sevərək izlədiyi izləyici sabah sizdən bezə bilər. Və bu tamamilə normaldır. Üçüncü deyərdim ki, şişirdilmiş blogerlərin qazancları. Əsasdır ki, bu söhbəti kim şişirdir? Coachlar. Hansılar ki deyir ki, mənim kursumu al, mən səni bloger olmağını öyrədəcəm və sən 5000 izləyiciyinə 50.000 manat pul qazanacaqsan. Səni realda heç tanımadığı insanlar sənə pis rəylər yaza bilərlər. Bu sözlər səni ruhdan da sala bilər, depressiyaya da sala bilər. YouTube'da misal üçün hər baxışa görə pul qazanırsan, amma Instagramda bir ay misal üçün ödənişli reklam olmaya bilər. Hamı sənə reklam qarşılığında ya məhsul təklif eləyir, ya xidmət təklif eləyir, bir sözlə pul verən heç kim yoxdur. İşıq pulu da ödəməlisiniz, kommunal da ödəməlisiniz. Ümumiyyətlə mən belə deyərdim, əgər böyük kütləniz varsa, deyər. Amma əgər yalnız barter və normal təkliflər yoxdursa və izləyici sayı da çoxalmırsa, mən davam eləməzdim. Adi bir işə gedib orada özümü doğruldardım. Bəzən durmadan lazımsız əşyaları və yaxud paltarları sırf video çəkmək xətrinə almalısınız. Həyatınızdan bəzən özəl şeyləri göstərməlisiniz. İstirahətə gedərkən istirahəti yox, kontenti düşünməlisiniz. Məzuniyyət götürüb bir aylıq yoxa çıxsaz, izləyicilər qısa zamanda sizin əvəzinə başqa bir bloger tapacaq. Bunları hamısını nəzərə alaraq yenə də məndən soruşsaz ki, bloger olmağa görə peşmansan və yaxud yox, deyərdim ki, yox, çünki müsbətləri daha çoxdur. Bir də ki, bunu deyərdim. Sizə yaxınlaşdığı insan, bilmirsiniz həqiqətən nə niyyətlə yaxınlaşır, həqiqətən də sizinlə söhbət eləmək ona maraqlıdır və yaxud sizin vasitəsilə biraz qabağa getmək istəyir. İstəsəz, blogerliyin müsbət cəhətləri növbəti videoda sizə danışacağam. Mənfiləri isə bu qədərdir.